Hər ilin iyun ayında dünyanın bir çox ölkəsində LGBTQ icması qürur ayını qeyd edir. Bəhs niyə məhz iyun? Çünki hər şey 1969-cu ilin iyununda New Yorkda yerləşən Stonewall Inn adlı gey barında başladı. O vaxtlar ABŞ-də queerlər öz kimliklərini açıq ifadə etdikləri zaman həbs olunur, zorakılığa məruz qalırdılar. Polisin barlara etdiyi basqınlar isə onları qorxutmaq və görünməz saxlamaq üçün bir üsul idi. 1969-cu ilin 28 iyun gecəsi Stonewall Inn yenidən polis basqınına məruz qaldı. Amma bu dəfə insanlar susmadı. Barın içindəki və küçədə toplaşan insanlar müqavimət göstərməyə başladılar. Bu qarşıdurma bir neçə saat davam etdi və növbəti günlərdə küçələrdə geniş etirazlara çevrildi. Bu hərəkatın önündə trans qadınlar, qaradərli və Latin Amerikalı queerlər, xüsusilə Marsha P. Johnson və Sylvia Rivera kimi simalar dayanırdı. Stonewall üsyanı sadəcə bir qarşıdurma deyildi. O, LGBTQ hüquqları uğrunda mübarizənin başlanğıcı oldu. Məhz buna görə iyun ayı bütün dünyada qürur ayı olaraq qeyd olunur. Hər il yürüşlər, tədbirlər və aksiyalar vasitəsilə queer icmanın həm tarixi, həm də bugünkü haqlı mübarizəsi yad edilir.